Hər vaxtınız xeyir dəyərli Dost TV izləyiciləri. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Peşəfest 2025 bugün Bakıda başa çatır. Peşə öyrən, gələcəyini qur devizi altında reallaşan və ölkəmizin 11 şəhər və rayonunu əhatə edən layihənin yekun günü ilə bağlı ətraflı məlumatı hazırda Bakı Kristal Hall'da olan əməkdaşımız Əsmər Nəcməddin qızı bizlərə çatdıracaq. Buyur Əsmər, səni eşidirik. Salam Mehri, sizi və Dost TV'nin bütün izləyicilərini salamlayıram və sizi bu dəfə Bakı Kristal Zalından salamlayıram. Bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən payızın ən böyük festivalı olan Peşəfest 2025 keçirilir və bugün Bakıda artıq yekun tədbirimizdir və bununla da bu mövsümlük Peşəfestə yekun vuracağıq. Gələcək peşə öyrən, gələcəyini qur devizi ilə keçirilən festivalımızın məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır. Mən ilk olaraq sizə ümumilikdə festivalın belə deyim, formatı haqqında məlumat vermək istəyirəm. Burada 14 peşə var və 14 çadır siz görürsünüz kadrlarda. Festivala qatılan iştirakçılar həmin çadırlardakı peşəkarlara, həmin çadırlarda müxtəlif peşə sahibləri əyləşirlər. Bu peşəkarlara yaxınlaşaraq həmin peşə ilə bağlı məlumatlar əldə eləyə, peşəni elə yerindəcə sınaya bilirlər və eyni zamanda peşəkarlardan həmin peşənin sirlərini belə desək bir növ öyrənə bilirlər. Bir qədər sonra tədbirimiz başlayacaq. Rəsmi qonaqlarımız olacaq. Onların çıxışlarından sonra artıq peşəkarlar səhnəyə gələrək öz çıxışlarını eləyəcəklər. Qeyd edeyim ki, festivala ilk olaraq Astara rayonunda start verilib və daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Bugün isə Bakıda festivalımızın artıq yekun tədbiri olacaq. 14 peşə var, 10 rayonu əhatə eləmişik və bugün artıq 11-ci ünvandayıq. Qeyd edeyim ki, Peşəfestdə küber təhlükəsizliyi, baytar mütəxəssisi, qida mühəndisi, turizm bələdçisi, barista, yanğın söndürən, diş texniki və digər sahələr üzrə peşələr var. Peşəkarlar öz peşələrinə dair bütün məlumatları iştirakçılarla bölüşürlər. Bundan əlavə, peşə çadırlarından əlavə eyni zamanda Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının da burada çadırı var və həmin çadırda bir-birindən peşəkar karyera məsləhətçiləri izləyicilərə, yaxınlaşan şəxslərə, şagirdlərə, gənclərə, tələbələrə karyera məsləhəti istiqamətində xidmət göstərirlər. Bura belə deyək, qatılan izləyicilərimiz həm peşələrlə bağlı məlumatlar öyrənirlər, həm əylənirlər və eyni zamanda müxtəlif yarışlarda, viktorinalarda iştirak edərək hədiyyə qazanmaq imkanı da əldə edirlər. Bir neçə dəqiqə sonra festivalımız artıq başlayacaq, biz tam olaraq hazırıq. Əziz Bakı sakinləri, əgər festivala qatılmaq istəyirsinizsə, buyurub gələ bilərsiniz. Təxminən saat 5-ə qədər biz burada olacağıq, festivalımız davam eləyəcək. Gəlin, siz də Peşəfestin bir parçası olun. Mənim hələ ki sizə çatdıracaqlarım bu qədər. Yenə Peşəfestlə bağlı növbəti məlumatlarla Dost TV-nin efirində olacağıq. Hələlik. Təşəkkür edirik Əsmər. Ümid edirik ki, bu cür layihələr gənclərin peşə bacarıqlarının inkişafına töhfə verməyə davam edəcək. Bizdən isə bugünlük bu qədər. Sağ olun.